Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Eşhedü en la ilahe illallahu vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. El-Bekara suresi 89. ayet. وَلَمَّا جَاءَهُمْ كِتَابٌ مِّنْ عِنْدِ اللّٰهِ مُصَدِّقٌ لِمَا مَعَهُمْ وَكَانُوا مِنْ قَبْلُ يَسْتَفْتِحُونَ عَلَى الَّذ۪ينَ كَفَرُوا فَلَمَّا جَاءَهُمْ مَا عَرَفُوا كَفَرُوا بِهِ فَلَعْنَةُ اللّٰهِ عَلَى الْكَافِرِينَ. Onlara, yani Yahudilere Allah tarafından özlerinde olan kitabı tasdikleyen bir kitap geldikte, yani Kur'an geldikte onu inkar ettiler. Halbuki evveller daha önce yani kafirlere galebe çalmalarını arzuluyordular. Yani ahir zaman peygamberinin gelişiyle kafirlere, müşriklere karşı galebe çalmağı deyirdiler. Ve onlara özlerinin tanıdıkları, bildikleri bir peygamber geldikte onu inkar ettiler. Allah'ın laneti olsun kafirlerin üzerine. وَحِينَ جَاءَهُمُ الْقُرْآنُ مِنْ عِنْدِ اللّٰهِ مُصَدِّقًا لِمَا مَعَهُ مِنَ التَّوْرَاتِ جَحَدُوهُ. Ne vakit onlara Allah tarafından Kur'an geldi, özlerinde olan Tevrat'ı tasdikleyen olarak onlar onu inkar ettiler. وَاَنْكَرُوا نُبُوَّةَ مُحَمَّدٍ sallallahu aleyhi ve sellem. Ve Muhammed sallallahu aleyhi ve sellemin peygamberliğini de onlar, Yahudiler inkar ettiler. وَكَانُوا قَبْلَ بِعْثَتِهِ يَسْتَنْصِرُونَ بِهِ عَلَى الْمُشْرِكِ الْعَرَبِ. Ve Allah Resulü sallallahu aleyhi ve sellemin gönderilmesinden önce Araplardan olan müşriklere galip geleceğini deyirdiler. Ve onlara deyirdiler ki son zaman peygamber gelecek. قَرُبَ مَبْعَثِ نَبِيِّ آخِرِ zaman. Ve deyirdiler ki ahir zaman peygamberinin gelişi yakınlaşmıştır. Yani onlar öz kitaplarında, Tevrat'ta Allah Resulü sallallahu aleyhi ve sellemin vəsflərini oxuyurdular. Ve onun ne zaman geleceği hakkında əlamətləri oxuyurdular. Ve müşriklere hədə gəlirdilər ki son zaman, ahir zaman peygamberinin gəlməsine az qalıb ve biz de onunla beraber yani o gönderildikte, o peygamber geldikte onunla beraber size karşı vuruşasıyıq. Sanki Ad qövmünə, İram qövmünə karşı vuruşulan kimi. فَلَمَّا جَاءَهُمُ الرَّسُولُ الَّذِي عَرَفُوا صِفَاتِهِ وَصِدْقَهُ. Ve ne vakit ki onlar özlerinin tanıdıkları, sifətlərini, vəsflərini bildikleri bir peygamber geldikte ve sadik doğru olmasını bildikleri bir peygamber geldikte ona küfür ettiler ve onu yalan saydılar. Ve onlar özlerinden çıxacağını gözləyirdiler. Gözləyirdiler ki özlerinden, yani Yahudilerden olacaq o. Ne vakit ki Ərəblərdən çıxdı, həsəd apardılar. Həsəd ettiler ve inkar ettiler. فَلَعْنَةُ اللّٰهِ عَلَى كُلِّ مَنْ كَفَرَ بِنَبِيِّ اللّٰهِ وَرَسُولِهِ مُحَمَّدٍ sallallahu aleyhi ve sellem. Ve Allah'ın laneti olsun her kim Allah'ın elçisi, Allah'ın peygamberi Muhammed sallallahu aleyhi ve sellem inkar ederse, ona küfür ederse. Ve kitabihillezi evhahullah ileyhi. Ve Allah'tan ona vahyettiği kitabı her kim inkar ederse ona Allah'ın laneti olsun. Yani Allah'ın rahmetinden qovulsun ve cehennemde ebedi kalsın. Ve belə bir insandan cehennem əzabı heç vaxt yüngülləşməz. 90. ayet. Bi'sə məştərəv bihi ənfusəhum ən yəkfuru bimə ənzəlallahu bəğyən ən yunəzzilallahu min fadli alə mən yəşəu min ibadih fəbə'u bi qadabin alə qadab və lil kafirinə azəbu muhin. Bi'sə məştərəv bihi ənfusəhum. Yəni onlar özləri üçün aldıkları,
özləri üçün satın aldıqları, əvəzində aldıqları şey necə də pisdir. Ən yəkfuru bimə ənzəlallah, ki onlar Allahın nazil etdiyinə küfr etdilər. Bəğiyən ən yunəzzilallahu min fadlihi alə mən yəşə bi'ibadi. Yəni özləri tərəfindən bir həsəd olaraq ki, Allah Teala qullarından istədiyinə öz lütfünü nazil edir. Yəni Allah Teala qullarından öz istədiyinə öz lütfünü, peyğəmbərliyi nazil etdiyinə görə onlar həsəd apardılar və bu həsəd üzündən də inkar etdilər. Fəbəu bi qadabin alə qadab. Onlar qəzəb üzərinə qəzəb artırdılar. Yəni Allahın qəzəbi üzərinə daha da qəzəbə uğradılar. Valil kafirinə azəb muhin, və kafirlər üçün alçaldıcı bir əzab vardır. Qabuhə məxtərəhu bənu İsrailə li ənfusihim. Bənu İsrailin, yəni Yahudilərin özləri üçün seçdikləri şey necə də pistir. Yəni onlar iman, savab və mükafatı satdılar Peyğəmbər sallallahu aleyhi ve səlləmi inkar etmələri ilə. İz istəbdəlul kufra bil imani zulmən və həsədən. Belə ki, onlar imanla küfrü əvəz etdilər. İmanı verərək küfrü aldılar. Zülm və həsədlə Allahın nazil etdiyini inkar etməklə. Linzəlillahi min fadlihi el-Qur'an alə nebiyyillahi və Rasulü Muhammedin sallallahu aleyhi ve sellem. Yəni Allah Teala öz lütfünü, yəni Qur'anı Muhammed sallallahu aleyhi ve sellemə nazil etdiyinə görə bir həsəd apararaq və zülmlə onlar imanı küfürlə əvəz etdilər. Fəraca'u bi qadabi min Allahi aleyhim bisəbi cuhudihim bin nəbiyyi Muhammed sallallahu aleyhi ve sellem. Və onlar özlərinə qəzəbi çəkdilər, qəzəb götürdülər, Allahın qəzəbinə düçar oldular. Muhammed sallallahu aleyhi ve selləmi inkar etmələri səbəbilə bə'də qadabillahi kədəlikə aleyhim bisəbi təhrifihim ət-Tevrat. Yəni Allah Teala'nın onlara qəzəbindən sonra ki, onlar Tevratı təhrif etdilər, yozdular və bu səbəblə Allahın qəzəbinə düçar oldular və ondan sonra da Muhammed sallallahu aleyhi ve sellem'i inkar etmələri ilə daha da qəzəbə düçar oldular. وَلِلْ جَاهِدِينَ نُبُوَّةَ مُحَمَّدٍ صَلَّى اللّٰهُ عَلَيْهِ وَسَلَّمْ عَذَابٌ يُذِلُّهُمْ وَيُخْسِيهِمْ. Ve Allah'ın elçisi Muhammed sallallahu aleyhi ve sellemin peygamberliğini inkar edenlere əzab vardır. Elə bir əzab ki, onları zəlil edəcək və onları rüsva edəcəkdir. Ağrılı, acılı bir əzab vardır. O da cəhənnəmdə yanmaq. Cəhənnəmdə yanmaq və həmçinin əbədi nemətlərin əldən çıxmasıdır. Və onların halı necə də pis bir haldır. Onlar əbədi olan nemətləri nə ilə dəyişdilər? Allah'a iman, kitablarına iman, rəsullarına imanı küfürlə əvəz etdilər. Bilərəkdən, yəqin olduqları halda vəsflərini bilərək. Ona görə də onların əzabı daha şiddətlidir. Əvvəldən özlərində olan elmlə vəsflərini bilirdilər Allah'ın göndərəcəyi elçinin və həmçinin nə vaxt göndərilməsi haqqında əlamətləri də bilirdilər. Və yenə də onlar inkar etdilər zülm, təkəbbürlük və həsəd ucbatından. 91-ci ayə Və idə qilə ləhum əminu bimə ənzəlallah. Onlara deyildikdə ki, Allahın nazil etdiyinə iman gətirin. Qalu nu'minu bimə unzilə aleynə və yəkfurunə bimə vərəəhu. Deyirlər ki, biz özümüzə nazil edilənə iman gətiririk. Və ondan başqalarını isə inkar edirlər. Və huvəl haqqu musaddiqan limə ma'hum. Halbuki o nazil edilən o Qur'an, yəni onların inkar etdikləri Qur'an özlərində olanı təsdiqləyən bir haqdır. Qul fəlimə təqtulunə ənbiyə Allahi min qablu in kuntum müminin. De ki, əgər siz iman gətirən möminsinizsə, nə üçün bundan öncə
Allah'ın elçilerini öldürürdünüz. Ve izâ qâle ba'dul muslimin yahud. Yani bazı Müslümanlar Yahudilere diyende ki saddiqu bima enzelallahu minel Kur'an. Allah'ın nazil ettiği Kur'an'ı təsdiqləyin. Dediler ki nahnu nusaddiqu bima enzelallahu ala enbiyaina. Dediler ki biz təsdiqləyirik Allah'ın bizim peygamberlerimize nazil ettiğine, yani bize gönderilen peygamberlere Allah'ın nazil ettiklerini biz təsdiqləyirik. Ve yechadun ma enzelallahu ba'de zalik. Ve ondan sonra Allah Teala'nın nazil ettiklerini ise onlar inkar edirler. Ve huvel hakku musaddiqan lima ma'hu. Halbuki bu, yani o Kur'an özlerinde olanı təsdiqləyən bir haktır. فَلَوْ كَانُوا يُؤْمِنُونَ بِكُتُبِهِمْ حَقًّا. Eğer onlar öz kitaplarına həqiqi şekilde hakkıyla iman getirmiş olsaydılar, onda özlerinde olan kitabı təsdiqləyən Kur'an'a da inanardılar. İman getirerdiler. قُلْ لَهُمْ اَيُّهَا الرَّسُولِ. Ey peygamber, onlara de ki اِنْ كُنْتُمْ مُؤْمِنِينَ بِمَا اَنْزَلَ اللّٰهُ عَلَيْكُمْ. Eğer siz Allah'ın size nazil ettiğine iman getiren müminsinizsə, ne üçün Allah'ın gönderdiği elçileri evveller öldürürdünüz? Yəni, baxmayaq ki, bu ayələrdə Allah da Yahudilərin əvvəlki nəsillərində olan günahları, onların əvvəlki əcdadların etdiklərini zikr edir. Lakin xitab, müraciət isə Allah da sanki Peyğəmbər sallallahu aleyhi ve sellem döneminde yaşayan Yahudilərə edir. Baxmayaq ki, bu günahları edən, peyğəmbərləri öldürən onların əvvəlki əcdadları idi. Xitab indiki oğullarınadır. Çünki onlar ata-babalarının, əcdadlarının etdikləri şeylə razıdırlar. Və ata-babalarının, əcdadlarının yolundan əl çəkmirlər. Onların yoluyla gedirlər. Onların keçmişdə etdiyi şeylərdən razıdırlar və onlarla fəxr edirlər. Və sanki bunlar da onların günahında şərikdirlər. Razı olduqları üçün günahda bərabərdirlər. 92-ci ayə. Və cəəkum Musa bil beyinati. Artıq Musa sizə açıq-aşkar, açıq-aydın dəlillərlə gəlmişdir. Musa peyğəmbər sizə açıq-aydın dəlillərlə gəlmişdir. Əsa, əl, və həmçinin dənizin yarılması, çəyirtkənin göndərilməsi, qurbağanın çıxması, tufan və həmçinin bitin hər yeri bürüməsi və s. ثُمَّ اتَّخَذْتُمُ الْعِجْلَ مِنْ بَعْدِهِ وَأَنْتُمْ ظَالِمُونَ. Ondan sonra siz büte ibadet ettiniz, yani zulm ederek, özünüze zulmederek, yani zalim olduğunuz halde büte ibadet ettiniz. Bütü özünüze ilah götürdünüz. Buzovu, daha doğrusu buzovu özünüze ibadet eden bir ilah götürdünüz. Ve ceakum nebiyullah Musa bil mucizatil vadihat. Allah'ın elçisi, Allah'ın peygamberi Musa size açık-aşkar möcüzeler getirmişti. Onun sadiqliyinə, doğruluğuna dəlalət edən möcüzələr, tufan, çəyirtkə, bit, qurbağa və s. Qeyru dəlikə mimmə zəkərəhullah fil Qur'anil azim. Başqa hansı ki Allah Taala'nın Quranda zikr etdiyi digər möcüzələr. Və mə'ə dəlikə ittəxastumul iclə mə'budən. Bununla yanaşı, buna baxmayaraq siz yenə də buzovu özünüzə bir ilah götürdünüz. İbadet olunan bir ilah etdiniz buzovu. Yəni qızıldan düzəldilən buzovu onlar özlərinə ilah götürdülər. Bə'də zəhəbi Musa ilə miqati Rabbihi. Musa aleyhissalam Rəbbi ilə görüşməyə getdikdən sonra onlar qızıldan buzov düzəltdilər və onu ilah götürdülər. Və entum mutecavizun hududallah. Və siz də Allahın həddlərini aşırdınız, yəni zülm edirdiniz. 93-cü ayə. Və iz əxadnə mithaqakum və rafa'na fawqakumut tur.
Hatırlayın o zaman ki biz sizdən əhd peyman almışdıq, möhkəm əhd almışdıq və sizin başınızın üstünə Tur dağını qaldırdıq. Xudu mə əteynakum bi quvvatin vəsmə'u. Yəni, sizə verdiyimizdən bərk yapışın və dinləyin. Qalu səmi'nə və asayna. Dedilər ki, eşitdik və asi olduq. Və uşribu fi qulubihimul iclə bi kufrihim. Və onların küfürlərinə görə buzova olan sevgi, məhəbbət onların qəlblərinə hopdu. Qul bi'sə mə yə'murukum bihi imanukum in kuntum mu'minin. De ki, əgər möminsinizsə, sizin imanınızın əmr etdiyi şey necə də pis şeydir. Yəni, imanınız sizə necə də pis bir şey əmr edir. وَاذْكُرُوا حِينَ أَخَذْنَا عَلَيْكُمْ عَهْدًا مُؤَكَّدًا. Xatırlayın ki, o zaman biz sizdən möhkəm əhd almışdıq. بِقَبُولِ مَا جَاءَكُمْ بِهِ مُوسَى مِنَ التَّوْرَاتِ. Yəni, Musanın sizə gətirdiyi Tövratı qəbul edəcəyiniz haqqında əhd almışdıq sizdən. فَنَقَدْتُمُ الْعَهْدَ. Siz də əhdinizi pozdunuz. فَرَفَعْنَا جَبَلَ الطُّورِ فَوْقَ رُؤُوسِكُمْ. Və biz də sizin başınızın üstünə Tur dağını qaldırdıq. O zaman ki, siz Tövratı qəbul etməkdən imtina etdiniz, başınızın üstünə Tur dağını qaldırdıq, az qala o dağ sizin başınıza düşəsiydi. Və dedik ki, xudu mə əteynakum bi ciddin. Sizə verdiyimizdən bərk yapışın, ciddi şəkildə. Vəsmə'u və ati'u. Eşidin və itaət edin. Eşidin, yəni sizə əmr olunan şey eşidin, itaət eşitməsi, qəbul eşitməsi ilə. Və illə əsqatnəl cəbələ aleykum. Yoxsa dağı sizin üstünüzə boşaldarıq, dağı sizin üstünüzə tökərik. Fəqultum səmi'nə qavlək. Və siz də dediniz ki, sənin sözünü eşitdik və asaynə əmrak. Əmrinə isə asi olduq. Əmrinə asi. Liənnə ibadətəl icli qad imtəzəcət bi qulubikum bisəbi təmədikum fil kufr. Çünki buzova olan sevgi sizin qəlbinizə hopmuşdur. Sizin küfürdə davamiyyətli şəkildə getməyinizə görə, o küfürdə davam etməyinizin səbəbi ilə buzova olan sevgi qəlbinizə hopdu. Qul ləhum eyyuhər rasul. Ey Peyğəmbər, onlara de ki, qabuhə mə yə'murukum bihi imanukum minəl kufri və dalal. Sizin imanınızın əmr etdiyi şey necə də pis, çirkin bir şeydir. Küfür və zəlaləti ki, sizin imanınız sizə əmr edir. İn kuntum musaddiqinə bimə ənzəlallahu aleykum. Əgər siz Allahın sizə nazil etdiyini təsdiqləyirsinizsə, həqiqətən ona iman gətirənlərdənsinizsə və bu iman sizdə varsa, iddia etdiyiniz iman, yəni bu cür iman nə pis şeyi əmr edir insana, küfrü, zəlaləti, həddi aşmağı, Allahın elçilərinə küfr etməyi və çoxlu asiliyi əmr edirsə, bu nə pis imandır. Halbuki səhih, doğru, düzgün iman, əgər insanda düzgün iman varsa, bu iman sahibinə bütün xeyirləri əmr edir. Və belə bir iman sahibinə şər, pis əməlləri qadağan edir. Və əgər sizdə pis əməllər varsa, çirkin işlər varsa, peyğəmbərləri inkar etmək, kitablara iman gətirməmək, asilik, günahlar, haramlar varsa, bu sizin imanda yalancı olmağınıza bir dəlildir. Yəni sizin iman iddia etmənizin yalan olmasına bir sübut, bir dəlildir. Allahdan istəyirəm ki, Allah da bizi kamil iman sahiblərindən etsin və Allah sizə də bərəkət versin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və atubu ileyk.